Salam yoldaşlar, havas xeyir olsun. Deməli, Riyaziyyat BSQ-1 baxaq birinci sual deyir ki, ifadələrdə dəyişən hansı ədədi qiyməti ala bilməz? Dəyişən hansı ədədi qiymət ala bilməz? Yoldaşlar, demək bu sual eləmək üçün bildirir ki, ilk növbədə biz bu sualı belə yazmalıyıq. X plus 3 bölünsün x və məntiq etibarən məxrəc heç zaman 0 ala bilməz. Yəni, məxrəcin 0-dan fərqli qiyməti. Yəni, cavab A variantı olacaq. Sadə bir sual. 0-a bölmə yoxdur. Sonra bir digər suala baxırıq. Digər sualımız istəyir ki, bizə əməli yerinə yetirin. Deməli, biz bölmədə bir tərsinə vururuq. 5A bölünsün 4B. Bunu bir alış edəcəm. 8 sürətdə 25A-nın kvadratı məxrəcdə. Bunu da ixtisar aparanda görürsünüz ki, 5 ilə 25 gedəcək, 5 qalacaq. 4 ilə 8, 2 qalacaq. A ilə A gedəcək, burada A üstü 1 qalacaq və B qalacaq. Nəticədə sürətdə 2, məxrəcdə isə 5 A, B olacaq. Cavab C variantı. Sadə sualdır, sadəcə diqqətli olmaq lazımdır. Əməli yerinə yetirin. Çıxmaq üçün bilirsiniz ki, B bölünsün C, çıxılsın C bölünsün B ifadəsinə görə gətirməliyəm orta məxrəci. Hər ikisi məxrəci bir-birinin hasılıdır, yəni C və B. Birinci kəsirimiz olacaq aydın məsələ. Birinci kəsirimiz olacaq B-nin kvadratı, çünki B ilə gəlir, həmçinin məxrəci. İkinci kəsirimiz olacaq C-nin kvadratı, çünki C ilə gəlir. C vurulsun B. Buradan da alırıq ki, deməli B, C məxrəcdə, sürətdə isə B-nin kvadratı çıxılsın C-nin kvadratı. Bunu da müxtəsər kimi yazası olsam bərabərdir. B çıxılsın C, belə bir burada yazaq da, baxın. Burada yazaq bərabərdir. B çıxılsın C, vurulsun B plus C, hansı ki A kvadrat minus B kvadrat üstünə görə. Burada BC qalsın və vurulsun bunun ikinci hissəsi. Yəni, burada BC, burada B çıxılsın C. Yəni, sürət məxrəz burada, yəni sürət məxrəz deməkdir də, mən demirəm. BC-lər gedir işinə, ixtisar, yəni B çıxılsın C ilə bu B çıxılsın C gedir, də qalır B plus C. Yəni, B variantı. Növbət suala baxırıq yoldaşlar. Deməli, deyir ki, bizə deməli, neçə dənə sıfır var burada? 1, 2, 3, 4, 5, 6 dənə sıfır var. Onun qüvvət şəklində yazın. Yəni, məntiq etibarən 6 dənə sıfır varsa, bilir ki, biz bunu elə birbaşa 10 üstü 6 kimi yazarıq da. Bunun xüsusiyyət ehtiyacı izahı yoxdur. İzahı ehtiyacı yoxdur. Deməli, M nöqtəsi, yəni çünki 10 üstü 6-da bilirsiniz ki, 1 milyon deməkdə məntiqlə. M nöqtəsi AB parçasının orta nöqtəsidir. Bir dənə burada AB parçası çəkək. AB parçası. M bunun ortasıdır. Məntiq etibarı ilə. Və A2 bir nöqtəsidir. A2 bir nöqtəsidir. Əslində biz bunu koordinat sistemlə də eləyə bilərik, fərqi yoxdur. B də eləyə bilərik. M də 3-2 nöqtəsidir. Bu M-dir. B-ni tapın da, yəni X, Y-i tapın. Düzdürmü? Tabaqda. Bunu eləmək üçün eləmək lazım. Orta nöqtədirsə bilirsiniz ki, X-i, deməli biz M ortadırsa 3 bərabərdir nəyə? 2 plus X bölünsün 2-yə orta nöqtə olaraq. Və məntiqlə də 2, əgər buradakı 2 də orta nöqtədirsə, baxın yoldaşlar, bu 2 də orta nöqtədirsə, onda 2 bərabərdir 1 plus Y bölünsün 2. Yəni, bu 2 ilə bu X-in cəminin yarısı 3 verəcək bizə. Bu 1 ilə bu Y-in cəminin yarısı 2 verəcək bizə. Bu da bərabərdir. Nəyi 2-yə bölsəm 3 eləyər 6-nı. Demək 2 plus X buradan əgər 6-dırsa, onda X-i 4 tapıram. X-in 4 olur və keçirəm. Nəyi 2-yə bölsəm 2 eləyər 4-ü. O zaman 1 plus Y əgər 4-dürsə, Y də 3-dür. Deməyə lazım olan nöqtələr 4 və 3 nöqtəsiymiş. Yəni C variantı. Çox asan bir sualdır. Orta nöqtədə istifadə edirsiniz. Baxırıq yoldaşlar növbəti sualı. Hesablayın deyir. Deməli 144 üstə gəlinsin 25 ifadəsinə görə 8-ci əvvəl keçmişsiniz. Bu eləyir 169. Bu da nəyin kvadratdır? 13-cü variantı. Məntiqlə kök altındakı ədəd nəyi 2 dəfə özünə vursa 169 edir. Eyni prinsipdir. Oturacaqlar 15, 8, 10 trapez, 10 xətt. Trapezini burada çəkək. Bilirsiniz ki, trapeziyada 2 oturacaq var. Biri 8, biri 10. Orta xəttdə bilirsiniz ki, məntiqlə M götürürsünüz və M bərabərdir. Oturacaqların cəminin yarısı 10 plus 8 bölü 2, yəni eləyəcək 9. Orta xəttim o 9 cm. Baxaq növbəti sualı. İfadəni sadələşdirin. Gəlin məntiqlə baxaq. 6 üstə gəlinsin. 6 üstə gəlinsin. 6 üstə gəlinsin. Kök 9-a açım olsun 3.
3 olsun. Sonra baxırsınız ki 6 üstə gələnsin kök altda, 6 üstə gələnsin kök altda. Bu neçə eləyir? 9. 9-dan çıxır 3. Yazdım bir daha bura. Sonra bir daha 6 üstə gələnsin. Bu 6-ın 3-cü 9, buradan yenə 3 çıxır. Və beləliklə bu yenə 9. Buradan yenə çölə 3 çıxır. Yəni cavab olur nə? 3D variantı. Mən hər dəfə bunu silmək üçün ekran kameranı saxlayıram, çox düşməsin deyə də, yəni yazı çox getməsin. 2 vurulsun x kvadratı, 2x-in kvadratı plus x-də tənliyini həll edin 0. Burada orta vuruluşu çıxartmaq üçün ki, kökün bir itməsin deyə 2 plus x, 2x plus 1 qalır. Buradan görürsünüz ki, yəni tənliyin sıfıra çevirən qiymətləri hansıdır? x1 bərabərdir 0. Çünki 0 versəm bu ifadəyə bilirsiniz ki, 0-ı nəyə vursam 0 eləyir məntiqlə. Bura 0 desəm, nəyə vursam 0 eləyir. İkinci də 2x plus 1 bərabərdir 0. Buradan 2x bərabərdir mənfi 1, x bərabərdir mənfi 2-də 1. Mənfi 2-də 1 də qoysam, gətirib ifadənin yerinə yenə 0 olacaq. Yəni 0 və mənfi 2-də 1 B variantı. Baxaq digər suala. Sahəsi 16 pi olan kvadrat dairələr üçün zəhmət ediniz. Dairədə bilirsiniz ki, məntiqlə, ümumiyyətlə bu bunun nöqtəsini götürürsək buradan diametr çəkdirməyindir. Bura R, bura R'dir və dairənin sahəsi tapılması qaydası bilirsiniz ki, S bərabərdir, pi vurulsun R'in kvadratına. Buradan da sahəsi hazır bəllidir də, 16 pi bərabərdir, pi vurulsun R'in kvadratı. Burada pilər getdi, nəyin kvadratı 16 eləyir? 4-dür. Mən bunun radiusu 4 imiş. Radius 4-dürsə, bizdən cavabı C, onu soruşurdu. Yəni, sahə düsturunu xatırlamalısınız. Tənliyi həll edin. Tənliyi həll etmək üçün siz Viet teoremi keçmişsiniz. Yəni, o tənlikdən gedir. Kökləri cəmi mənfi 7 verməlidir. Kökləri hasili isə 10 verməlidir. Cəmi mənfi 7, hasili 10 olan nə var? Bunu əgər belə tapa bilmirsinizsə, bunu eləyə bilərsəm də siz nə ilə təbii ki, diskriminant eləyə bilərsiniz. Ona da elə mən sadə bir qaydadan onu yada salım. Yəni, cəmi mənfi 7 olan, hasili 10 olan nə var? Onu bilmək lazımdır. Mənfi 5-dən mənfi 2 var təbii ki. Mənfi 5, mənfi 2 cəmi mənfi 7 eləyir. Mənfi 5, mənfi 2-yə vursam 10 eləyir. Bitdi, getdi. Mənfi 5, mənfi 2 bunun kökləridir. Bu qədər sadə. Yəni, onun üçün bunu diskriminantla yazasaq, diskriminant da bərabərdir. Bunu keçmişsiniz də. 49. Diskriminanta görə bilirsiniz ki, B-nin kvadratı çıxılsın, 4 vurulsun, A vurulsun C-yə görə. B 7-dirsə 49 eləyəcək, çıxılsın 4 vurulsun, A-mız 1, C-miz 10-dur. Olur burada 9 qalır yerdə və x1, 2 bərabərdir, mənfi 7 plus minus 9-un kökü 3 çıxır, bölünsün 2. Bunu kökün 1 eləyir nə qədər? Mənfi 7-nin üstünü 3 gəlsə, mənfi 4, 2-yə bölsən mənfi 2. Mənfi 7-nin 3 çıxsa, mənfi 10, 2-yə bölsən mənfi 5. Eyni qayda görürsünüz, yəni mənfi 5 və mənfi 2 qaydası düzdür. Amma sizə xatırladım ki, hökmən, yəni əgər çevrilmiş kvadrat tənlikdirsə, onu Viet teoremi ala bilməyəcəksiniz cavabını. Yəni çevrilmiş kvadrat tənliyi çevirib sonra alasınız. Baxın, burada da 12-ci sualda da durub uzun uzadı axtarmağa ehtiyac yoxdur, aid diskriminant falan. Sizdən hazır kökləri hansını soruşur. Bunun köklər cəmi Viet teoreminə görə bilirsiniz ki, bərabərdir mənfi 123-ə. Kökləri hansıdır? Mənə artıq verilibdir, hazır mənfi 67-dir. Demək, mən cavabım ilə D var. Durub niyə uzun uzadı axtarıram ki? Köklər hansını fakt mənə veribdir? Mənfi 67. Durub uzun axtarmağa, vaxt aparmağa ehtiyac yoxdur. Viet teoremi xatırlamaq lazımdır. Və yadda saxlayın ki, Viet teoreminə görə buradakı ədəd hər nədirsə bunun mənfisi yazılır. Bu isə olduğu kimi qalır. 2 natural ədədin hasili 84 fərqi 5-dir. Hasili 84 fərqi 5-dir. Gəlin baxaq. Hasili 84-dür, fərqi 5-dir. Yəni, tutaq ki, bunu tapa bilərsiniz buradan cavablardan da. Məsələn, baxanı görünür də cavab D variantıdır. 7-nin 12-nin fərqi 5-dir, hasilidəki 84-dür. Bunu təlim də qrup eləyə bilərsən. Məsələn, tutaq ki, 1 x-dir, 1 y-dir. Bu da uzun gedər. Hasili var, 84-dür. Fərqi var, x minus y bərabərdir 5-dir. Birini ifadə edeyim, məsələn, x-dir birini ifadə, paranqonun yerinə yuxarıda həll edeyim. Məsələn, tutaq ki, yazın x bərabərdir 5 plus y. Gətirin bu aldığınızı gətirin qoyun burada x-in yerinə. Oradan kök kvadrat tənliyi alıb əldə eləyəcəksiniz. Yəni, asan şeydir. Çətinlik yoxdur burada. Onu da lap bu yazın. Burada olacaq necə? Olacaq 5 plus y vurulsun y bərabərdir 84-ə. Bunu da açanda belə də onsuz baxanda görünür, belə də asan görünür. Yəni, y-in yerinə mən nə qoysam ödənər? 2 qoysam ödənər də. Qurtardı getdi. 2 qoysam ödənməz daha doğrusu. Mən bu yerinə 7 qoysam ödənər.
Çünki 5-dən 7 gəlsəm 12, 12 7 vursam 84. Sadə qaydadır. 7 və 12. Hər iki həlli yazdım ki, sizin üçün rahat olsun. Kvadratin tərəfi 4,5 cm artırsaq, onun sahə 2,125 dəfə artar. Demək, kvadratın uzunluğunu tapın. Bizə dənə kvadrat veribdir, düzdür yoldaşlar. Bunun tərəfi tutaq ki, x idi. X idi. Və bunun tərəfinin 4, bunun bu halda sahəsi nə qədər idi? S bərabərdir x-in kvadratı idi. Və bunu mən 4-dən 5 dəfə artırdım, santimetr artırdım. Yəni bu tərəfi oldu artan sonra nə qədər? Gəlin Allah bunu burada yazaq. Gəlin bunu burada eləyək. Aha, bizim sualımız buradadır. Kvadrat götürək. Bizim kvadratımızdır məntiqlə. Bu kvadratın tərəfi əvvəl x idi. Və x olanda sahəsi x-in kvadratı idi. Sonra bunun tərəfi artdı. Nə qədər 4,5? Bu oldu x plus 4,5. Burada oldu x plus 4,5. Və bunun sahəsi nə qədər artdı? 2,25 dəfə artdı. Bunun sahəsi necə oldu? Yəni, bunun yeni S1 oldu ki, artıq x üstə gəlinsin 4,5-in kvadratı. Düzdür, artdı. Yəni, mən bu artmaq nə deməkdir? Mən bu birinci sahəni əgər durub 2,25-ə vursam, olacaq ikinciyə bərabər. Yəni, buna bərabər olacaq. Qurtardı, getdi. Bunu vurub bərabər eləmək lazım. Gəlin, baxaq. Yəni, 2,25 vurulsun x-in kvadratı bərabərdir x plus 4,5-in kvadratı. Bu şəkildə həll olunur. Bunu da açmaq lazımdır. 2,25-in kvadratı, x-in kvadratı, yəni bərabərdir x-in kvadratı plus müxtəsərə görə 9x üstə gəlsin. 4,5-in də kvadratını yazırıq. 20,25 eləyir. 20,25 eləyir. Gəlin, burada yoldaşlar neyiniyə təbii ki, məlum məsud eləyək. Bu hamısı ataq sola. Atsam olacaq 2,25 x-in kvadratı, çıxılsın x-in kvadratı, çıxılsın 9x, çıxılsın 20,25 bərabərdir 0-a. Bu deyilir 1,25 x-in kvadratı, çıxılsın 9x, çıxılsın 20,25 bərabər 0-a. Bunu da diskriminantla eləyəcəksiniz. D bərabərdir. B kvadrat bəx yazmışdım üstü yuxarıda. B-nin kvadratı yəni 81. Üstə gəlinsin. 4 vurulsun 1,25 vurulsun 20,25. Bunu da vuranda da mən burada uzun getməsin deyə vururam. Vurulsun 4 vurulsun 1,25. Bu da eləyir 101,25. Üstünə gəlsəm 81'i olur 182,25 alıram. Buradakı təbii məntiq etibarı ilə nə edəcəyik? Təbii kök almaq lazımdır. Çünki diskriminantda mənə kök lazım olacaq. Bir dəqiqə. %25. Buradan kök çıxmadı. Niyə? Biz orada xəta eləmişiksə görək hələ. Yoldaşlar düz eləmişəm. Sadəcə burada səhv yazmışam yazanda. Buradan kök çıxacaq 13,5. Yəni kalkulyator səhv hesablamışam. 13,5. Burada bilirsiniz ki x1 2 bərabərdir. B-imiz yəni 9 plus minus 13,5 bölünsün. A-mız da 1,25 təbii ki. 1,25 də vurmalıyıq 2-yə bilirsiniz olacaq 2,5. Bitdi, getdi. İndi 9-un üstünə 13,5 aydın məsələn mənə mənfi cavab lazım deyil. 9-un üstünə 13,5 gəlsə neçə eləyəcək? 22,5 eləyəcək. 22,5-i də bölməliyəm nəyə? 2,5-ə eləyəcək 9. Yəni mənim ilk köküm biri 9-dur, ikinci lazım deyil. Niyə? Çünki 9-dan 10 çıxan mənfi eləyir. Demək kvadratın tərəfi neçə imiş? Kvadratımızın tərəfi elə 9 imiş. Tapdıq. Gördünüz yoldaşlar, bu qədər. Kvadratın tərəfi elə 9 imiş. Orada həll elədim, baxdınız da yəqin ki. Keçdik növbəti sualımıza. Yəni, rahat bir sualdır, sizin üçün də çətin deyil. 70 ədədini hansının üçün naturaldə böldükdə anatomi qismətdə böləndən 3 vahid böyük qaldı, bölənə 4 vahid kiçik olar. 70 ədədini hansı natural ədədə böldükdə? Bilmirəm, 73-ü bölsəm x-a tamam qismət
Böləndən 3 vahid böyük. Bölən nədir? Bu. Yəni burada x plus 3 olar. Qalıqda isə böləndən 4 vahid kiçik. Bu da bizim qalığımız olsun. Tutaq ki. Qalıqda olsun nə qədər? Böləndən 4 vahid kiçik. Yəni qalıqda olsun x minus 4. Biz normalda bilirik ki, əgər tutaq ki, baxın, 15-i bölərsəm 7-yə, olar 2, qalıqda qalar 1. Mən 15-i almaq üçün nə edərəm? 7-ni vuraram 2-yə, üstünə 1 gələrəm, düzdür? Yəni məntiq burada, burada. Bu məntiqə baxası olsam, mən məntiq etibarı ilə nə etməliyəm? Deməli, 73 bərabərdir nəyə? X vurulsun, x plus 3, üstə gəlinsin, x minus 4. Bitti, getdi. Bunu qrup həll eləyəsiniz, qutadır. Yer sonsuzda kvartəllikdə aid məsələ. Bu qədər rahat bir sualdır. Gəlin kvartəllə baxmış olaq. Deməli, 73 bərabərdir x-in kvadratı, üstə gəlinsin 3x, üstə gəlinsin x minus 4. 73 ataq sol tərəfə, olsun x-in kvadratı, üstə gəlinsin 4x, minus 4 minus 73, yəni 77, bu da bərabərdir 0-a. Burada 2x1-dən x2-nin cəmi 4, mənfi 4, hasili mənfi 77 verməlidir. Diskremanta görə deməli 16 plus 77-ni vuracaq 4-ə, 74-ə vursam 280, o da 28, nə qədər eləyəcək? 308. 308 eləyəcək. Buranın D bərabərdir 324-ə. İndi x1, 2 bərabərdir mənfi B, yəni mənfi 4 plus minus 324-dən kök 18 çıxır bilirsiniz. Bölünsün 2. Kökün 1 olacaq neçə? Kökün 1 olacaq mənfi 4-ün üstünə 18 kəndə 14 2-yə bölsəm 7. Plusun, dəfə minusunu sayıram. Mənfi 4 çıxır 18, mənfi 22 2-yə bölsəm mənfi 11. Demək 7 ilə mənfi 11 imiş. Ano, haradadır? Aha. Aha. Təbii ki, 73-ü nəyə böləndə? X tapmışam. Mən x-in biri 7, biri 11-dir. Mənfi olmadığı üçün də mən bunu nə etməliyəm? 7-ni götürməliyəm. Lap yoxlaya bilərəm. 73-ü mən 7-yə böləndə neçə eləyir? Gəlin baxaq burada. 73-ü bölsəm 7-yə, gələcəm qabaq-qabağa yazaq. 73-ü 7-yə bölsəm düşəcək 10 dəfə, düzdür, qalada qalacaq 3. Həqiqətən də görürsünüz ki, bizim yazdığımız qayda olaraq 7, yəni bu natamam qismə böləndən 3 vahid böyük oldu. Görürsünüz, bölünəndən 4 vahid kiçik oldu. 3 7-dən 4 vahid kiçik. Demək, mənim cavabım elə nəymiş? 7 imiş. Bu da bu qədər. Baxaq yoldaşlar, kökləri mənfi 4 və 2 olan çevrilmiş kvartəlli qurun. x1, yəni hazır verib də mənə. x1 plus x2 bərabərdir. Mənfi 4 və 2 olan çevrilmiş kvartəlli qurun. Mənfi 4, x1 vurulmuş x2 bərabərdir 2-yə. Kökləri mənfi 4 və 2-dir. Mənfi 4 və 2 üçün mən belə yaza bilərəm də. Yəni x plus 4 vur x minus 2 mənfi müsbət müsbətsin mənfisi bərabər 0-a. Bu necə eləyir? X-in kvadratı üstə gəlsin 2x çıxılsın 8 bərabərdir 0-a. Bitti, getdi. Həqiqətən də düz yazmışıq. Plus 2x minus 8. Görürsünüz, yəni bunu belə tapmaq olar. Yəni sadəcə mənfidirsə müsbətini görürsünüz burada mən. Mənfidir, müsbətini yazdım, müsbətli mənfisini yazdım. Bitti, getdi. 4x-dən 2x çıxanda 2x eləyir, mənfi 8 doğrudur. Baxaq növbəti sualımıza. Yeni dəyişən daxil etməklə tənlik həll edin. Aha, yeni dəyişən daxil etməklə tənlik həll edin. Neysə, gəlin misalımızı birinci özünü açaq misalın. Özünü açsam necə olacaq? Müxtəsər görə olacaq x-in kvadratı plus 2x plus 4. Lap etiraz da yoxdur. Yeni dəyişən əldə etməklə, yəni ki, x plus 2 mən bir t də deyə bilərəm də, fərqi yox. Yəni dediyi kimi eləyirlər. Dəyişən demək, baxırsınız ki, hər ikisində x plus 2 var. Mən burada x plus 2-yə özümdən bir t deyə bilərəm, m deyə bilərəm, fərqi yoxdur. Onun necə olacaq? X plus 2 m-dirsə, onda x plus 2-nin kvartı olacaq m-in kvadratı. Üstə gəlinsin 3m, çıxılsın 54, bərabərdir 0-a. Kökləri cəmi 3, mənfi 3. Hasili mənfi 54 verirəm, mənfi 9-dan 3-dür də, mənfi 9-dan 6-dır. x1 plus x2, yəni, baxın, bu düzgün başa düşünə, m1 plus m2 mənfi 3-dür. m1 vurulsun m2
Mənfi 54'dür. Bu da mənfi 9-dan 3 eləyirdi. Mənfi 9-dan 3-ün cəmi, mənfi 9-dan 6, mənfi 9-dan 6-nın cəmi mənfi 3, mənfi 9-dan 6-nın altısı mənfi 4. Qurtardı getdi. Bu qədər sadə. Yəni mənfi 9 və mənfi 6. Mənfi 9 müsbət 6. Gətirin qoyaq bir dəfə yerinə mənfi 9, dəfə də 6 qoyaq da. Harada qoyaq? Baxın bu aldığımız ifadədə. Yəni birinci olaraq x plus 2 bərabərdir mənfi 9-a. Onda x bərabərdir mənfi 11-ə. Bir dəfə də ikinci x plus 2 bərabərdir 6-ya, x də bərabərdir 4-ə. Mənfi 11 və 4 cavab olur D variantı. Gördünüz yoldaşlar. Yeni dəyişən bu deməkdir. Eyni şeylər x plus 2-dən 2-dən olduğu üçün n1'im. Ancaq aldığım mənfi 9-dan 6 mənim cavabım deyil. Gətirib onu yerinə qoyub yoxlamalıyım. Bu qədər. Baxın yoldaşlar keçirik 18-ci sual. Trapesiyanın deyir ki, otacağı 3-4 nisbətindədir. 3-4 nisbətindədir. Trapesiyanın otacağı 3-4 nisbətindədir. Bu da bizim trapesiyamızdır. Nisbət bilirsiniz, yəni 3K, yəni 4K deməkdir. Bu 4K-dırsa, orta xəttdə 14-dür. Orta xətt tapmasını yenidir ki, n bərabərdir, otacaqları cəmin yarısını tapırdıq, düzdürmü? Gəlin verilən qoyaq yerinə. 3K üstə gəlinsin 4K bölünsün 2 bərabərdir 14-ə. Nəyi mən 2-yə bölsəm 14-ə 28. Demək ki, 7K bərabərdir 28-ə, K bərabərdir 4-ə. K-nı tapdım. Onda mənim otacaqlarım neçə olacaq? Otacaqlarım olacaq təbii 3-ü vursam 4-ə 12, 4-ü vursam 4-ə 16. Həqiqətən 12-nin 16-nın cəmi 28 4-ə 2-yə bölsəm eləyir neçə? 14. Otacaqlarını tapın deyir, tapdıq 12 və 16. 12 və 16. Deməli, baxırıq növbəti sual. Burada cavab var imiş 12 və 16 hazır. Mən cavab verməmişəm. Bitdi yoldaşlar, bu qədər. Ümid edirəm bu sizə çox kömək olacaq. Videonu saxlayıb təkrar-təkrar baxın. Deməli, əyani və fərdi qrup şəklində, onlayn şəkildə hazırlıq keçmək istəyirsinizsə, təbii ki, bu nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Bütün BSG-lər, yəni riyazi fənn üzrə və KSG-lər hər zaman bizdə olur. İzahı ilə təbii ki, əlaqə saxlaya bilərsiniz. Həmçinin olimpiadalar və riyaziyyat və məntiq olimpiadadan alışmaq üçün əlaqə saxlaya bilərsiniz. Uğurlar olsun və bəyənməyi də, abunə olmağı da unutmuruq. Ən azından zəhmətə nə edirik? Dəyər veririk. Sağ olun.